İyulun 6-sında Abşeron rayon Xırdalan şəhərində ehtiyatsızlıq ucbatından balkondan yıxılan qadının həyatı xilas edilib. Qadını ölümdən xilas edən qonşusu Anar bildirib ki, axşam saatlarında binanın qarşısında qadının paltar iplərindən asılı vəziyyətdə qaldığını görüb. O dərhal 6-cı mərtəbəyə qalxsa da mənzildə heç kəsi tapa bilməyib. Buna görə də 5-ci mərtəbədəki mənzilə daxil olaraq balkondan dəmir barmaqlıqların arasından qadını tutub saxlayıb. Bir müddət sonra qollarının taqətinin tükəndiyini hiss edən Abdullayev qadını özünə tərəf çəkərək qolunu belinə keçirib və bu şəkildə yerə çırpılmaqdan xilas edib. Məlum olub ki, qadın ehtiyatsızlıqdan 8-ci mərtəbənin balkonundan yıxılıb. 7-ci mərtəbənin paltar iplərini qırdıqdan sonra 6-cı mərtəbənin balkonundakı paltar iplərindən asılı vəziyyətdə qalıb. Daha sonra FHN xilas ediciləri dəmir barmaqlıqları kəsərək qadını təhlükəsiz şəkildə xilas ediblər. Qeyd edək ki, Anar Abdullayev Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir.